Əhmədov Mahir Ağaboğlu. Mən də elə bu evin bir uşağıyam. Hamım oğludur, əmim evidir. Valla biz elə gəlinlik gəlib, elə də mən görməmişəm, elə də münasibətdə olmamışam onlarla. Ancaq arvadla mənim ged-gəlim olub, ondan hər işi görəydim, eləydim. Nə vaxt nə deyib, eləmişəm mən. Nə vaxt nə deyib, həmişə kömək eləmişəm. Xətrimi də çox istəydi mənim. Cinayəti törətməkdə günahlandıran gəlin necə biri idi? Nətər tanıyırdın o ailəni? Yox, mən onu elə də görməmişəm o gəlini. O Rusiyada olub, gəlib buraya gəlin köçdü. Sonra isti getdi Rusiyaya. Sonra ondan sonra mən elə görməmişəm orada. Sonra da gələndən sonra burada elə bir münasibətim olmayıb mənim onlarla.